Traderlər niyə zərər eləyir? Nəyə görə profiti gördüyündə o əməliyyatı bağlamır? Video sona qədər baxın, çox maraqlı bir bilgi verəcəm sizə. Bu bütün traderlərə çox vacib olan bir məlumatdır. Məsələ burasındadır ki, traderlər profit gördükdə ona pul kimi baxırlar, məbləğ kimi baxırlar. Bu çox yanlışdır. Məsələn, əgər bir traderin balansında 1000 dollar pulu varsa və açdığı əməliyyatda 100 dollar gəlir görürsə, ona 100 dollar kimi yox, balansımın neçə faizidir gözü ilə baxmalıdır. Çünki 100 dolları görəndə, yəni ona məbləğ kimi baxanda, onda acgözlük işə düşür və trader bu əməliyyatı bağlamır. Yəni ki, gözlüyüm 200 olsun, 300 olsun, nə qədər çox olsa, yəni daha yaxşı olar deyə gözləyir və nəticədə də qiymət dirəncdən, belə deyə, əgər long açıbsa, dirəncdən geri dönür, onu ya stop edir, ya çox az bir hissəsi ilə, yəni əməliyyatı profitlə, qazancla bağlayır və yenə də əsəbləşir. Burada əsas məsələ düşünmək lazımdır ki, əgər mənim balansım 1000 dollardırsa, açdığım əməliyyatdan 50 dollar, 100 dollar mənə gəlirsə, mən o əməliyyatın yəni 50%-ni heç olmasa bağlamalıyam və yaxud tam olaraq bağlamalıyam. Çünki 50 dollar qazanc varsa, balansımın 5%-idir. 100 dollar qazanc varsa, ümumi büdcəmin yəni 10%-idir. Bu çox gözəl bir gəlirdir. Balansa görə, büdcəyə görə belə davranmaq lazımdır. Təbii ki, ilk növbədə texniki analizi öyrənəndən sonra, büdcənin idarə olunmasını öyrənəndən sonra, psixologiya tərəfini öyrənəndən sonra, bunun kompleks şəklində biləndən sonra, bu məlumatları alandan sonra, təbii ki, yəni özünü idarə edə bilərsə trader öz nəfsini, yəni hər qazancına məhz balansın faizi gözü ilə baxarsa, yəni balansın neçə faizidir, bu gözlə baxarsa, təbii ki, əməliyyatları bağlamaq da rahat olar. Yəni əvvəli çətin olsa da 1, 2, 5 yəni cəhddən sonra əməliyyatı o fikirlə görüb, yəni qazancı o fikirlə görüb bağlayarsa, bir müddətdən sonra təbii ki, buna alışacaq və işi daha rahat olacaq. O yüzdən ən əsası texniki analizdir. Bunu hər dəfə vurğulayıram. Ondan sonra büdcənin idarə olunması və psixologiyanı öyrənmək çox vacibdir.